Özüm hazırlamışam deyə demirəm. Bugün sizlərlə restoranlarda od qiymətinə yediyiniz poteçinanın daha ucuza, bir o qədər də ləzzətlisinin hazırlanmasını sizlərlə bölüşürəm. İlk əvvəl toyuğun sinəti doğranır və ocağın üzərində qovurulur. Kərə yağı, duz, istot əlavə olunur. Hazır olan əti kənara alırıq. Həmin elə bu yağda xırda doğranmış soğan qovurulur. Təmizlənib doğranmış göbələk soğanın üzərinə əlavə olunur. Mütləq videoya baxa-baxa yaddaşa alın, bir dəfə də olsa hazırlayın. İnanıram ki, bəhbəhlə nuş edəcəksiniz və bəyənərsiniz. Sarımsağı unutmuruq, göbələyin üzərinə əlavə olunur. Kənarda qaynayan suyun üzərinə duz və verməşillər əlavə olunur. Hazır olan göbələk soğan qarışımının üzərinə qaymaq, pendir, toyuğun sinəti əlavə olunur. Duzunu, istotunu, cəfərisini də əlavə edib 1-2 dəqiqə gözlədirik. Süzülmüş verməşillər də əlavə olunur, qarışdırılıb süfrəyə verilir. İnanın, o qədər ləzzətli oldu. Hazırlayın, bəhbəhlə nuş edin. Səhifəni takib etməyənlər takib alın, yeni videolardan sizlər də xəbərdar olun. Hələlik.